Salam əziz abituriyentlər. Bu videoda fizika ümumi sınaqları toplusundan sınaq 14-ün izahına baxırıq. Birinci sualdan başlayaq. Sürətin proyeksiyasının zamandan asılıq qrafiki şəkildəki kimi olan cisim bütün hərəkət müddətində istiqamətini neçə dəfə dəyişmişdir? İstiqamətin dəyişmək üçün cisim hərəkətini dayandırıb, hərəkətin əksinə yenidən hərəkətə başlamalıdır. Yəni, sürətini tam dayandırdığı nöqtələrə fikir verəcəyik. Yəni, birinci halda bunları işarələsək 1, 2, 3, 4, 5, 6, 7 və 8. Bir nöqtəsindən 2 nöqtəsinə x oxunun əksinə yavaşlayan, 2 nöqtəsində tam sürətini dayandırır, 2-dən 3-ə x ox istiqamətində yeyinləşən. Deməli, 2 nöqtəsində cisim hərəkət istiqamətini dəyişdi. 3-dən 4-ə x ox istiqamətinə yavaşlayandır, yəni 2-dən 3-ə, 3-dən 4-ə eyni hərəkət istiqaməti x oxu sadəcə 2-dən 3-ə yeyinləşən, 3-dən 4-ə yavaşlayandır. 4-dən 5-ə x oxunun əksinə yeyinləşəndə, onu deməli 4-də də istiqamətini dəyişdi. 5-dən 6-ya, 5 nöqtəsindən 6 nöqtəsinə x oxunun əksinə yavaşlayandı. 6-dan 7-yə x ox istiqamətində yeyinləşən. Deməli 6-da da istiqamətini dəyişdi. Ümumi olaraq hərəkət müddətində 3 dəfə istiqamətini dəyişib. Bu qaydanı yadda saxlayaq ki, VT qrafikində T oxunu kəsən nöqtələrdə cisim hərəkət istiqamətini dəyişir. Yəni, bu formada qrafiklər olsa, VT qrafiki, biz misal üçün bu formada olanda hərəkət istiqaməti dəyişmir. Sadəcə x ox istiqamətini yavaşlayır, sonra yeyinləşir. Ancaq qrafiki kəsib keçən kimi, T oxunu kəsən kimi istiqamətini dəyişir. T koordinatında isə, koordinatın zamandan asılıq qrafikində isə, yəni x-in T-dən asılıq və yaxud da ki, yəni əsas x-in T-dən asılığına baxaq, çünki yer dəyişmə və ya yolda çox vaxt bu qrafiklərdən tanış ola bilmərik. Yəni yolda ümumiyyətlə mümkün deyil, çünki yol mənfi qiymət ala bilmir. Deməli, x-in T-dən asılılıq qrafikində hərəkətdə qırılmalar. Yəni getdi, yavaşıdı, dayandı və x oxunun əksinə hərəkətə başladı. Bu T oxunu kəsdiyi hissədə istiqamətini dəyişməyib. X oxunun əksinə hərəkət edib, yenidən dayanıb x ox istiqamətini hərəkət edib. Bu nöqtələrdə hərəkət istiqamətini dəyişmiş sayılır. Yəni təpə nöqtələri və qırılma nöqtələri desək, istiqamətini dəyişmiş sayılır. 2. İzotermik sıxılma zamanı verilmiş kütləli ideal qazın həcmi 6 metr kub azalmış, təzyiqi isə 20% artmışdır. Qazın başlanğıc həcmini hesablayın. İzotermik prosesdə P1, V1 bərabər olmalıdır. P2, V2 şərtimiz T bərabərdir konstant. Başlanğıc həcm P1, təzyiq P1, həcmimiz isə V1-dir. Prosesdən sonra P2 20% artmışdır. 1,2 P2 vuraq. Həcmi 6 metr kub azalmışdır. V1 minus 6. P1 deyək, çünki 1,2 dəfə artmaq, yəni P1-in 1,2 dəfə artmağı deməkdir. P1-ləri ixtisar eləyək. V1 bərabərdir 1,2 V1 minus 7,2 0,2 V1 bərabərdir 7,2 2 V1 bərabərdir 72 V1 də bərabərdir 36 metr kub olur. Yəni A variantı. 3. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Hansı qrafik bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılığını düzgün ifadə edir? Qrafikə fikir versək, sıfırdan müəyyən zaman anına qədər cisim hərəkəti yeyinləşən x ox istiqamətində, sonra isə düz xəttli bərabər sürət. Düz xəttli bərabər sürətli hissədə qüvvə sıfıra, əvəzləyici qüvvə sıfıra bərabərdir. Sıfırdan müəyyən t müddətinə qədər isə T1 müddəti, bura T2 müddəti deyək. T1 müddətinə qədər yeyinləşəndə, yəni qüvvə sabitdir və x ox istiqamətindədir. X ox istiqamətində və yekunda 0. Yəni bura T1, bura T2 deyə bilərik. D variantı olur. 4. Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın istilik almasına uyğundur? Qrafikin üzərində baxsaq, bir nöqtəsindən 2-yə, yəni 1-dən 2 istiqamətində izobar sıxılma və ya buna izobar soyuma, temperatur azalıb. Olmaz. Yəni 1-2-ləri çıxdıq. 2-dən 3-ə
İzoxor yenə soyuma. Təzyiq azalır, temperatur azalır. İzoxor soyuma. 2-dən 3-ə olmaz. 3-dən 4-ə izobar genişləmə və ya izobar qızma deyirik. Bura temperatur artar, 3-dən 4-ə olar. 4-dən 1-ə izoxor qızma. Təzyiq artır, temperatur artmalıdır. Ona görə E variantı düzgün cavabımız olacaq. 5. Fırlanan disk üzərində B nöqtəsinin tezliyi 4 saniyə üstü mənfi 1-dir. A nöqtəsinin tezliyi nə qədər olar? Konsentrik çevrələr üçün tezliklər, omeqalar, periodlar, fırlanma deməli, dövrlər sayı eyni idi. Yəni, sürət, təcil və gedilən yollar radiusundan düz asılı idi. Ona görə tezliklər bərabərdir. 4 saniyə üstü mənfi 1. Cavab C olur. 6. Naqil çərçivələr və maqnitlər şəkildəki kimi sabit V sürətlə hərəkət edir. Hansı naqil çərçivədə induksiya elektrik hərəkət qüvvəsi yaranır? İnduksiya elektrik hərəkət qüvvəsinin yaranması üçün maqnit sahəsi dəyişməlidir. Birinci şəkildə sürət əks istiqamətdədir, yəni 2V olacaq yekun nisbi sürət və burada hərəkət yaranır, maqnit sahəsi zəifləyir, elektrik hərəkət qüvvəsi yaranır. Fi azalır. Burada əks istiqamət, eyni istiqamətdə X oxan əksinə eyni istiqamətdə sürətlərdir, yekun nisbi sürət 0-dır. Deməli, burada maqnit sahəsi sabit qalacaq, ona görə yaranmaz. İkincidə qarşı-qarşıya V'lər toplanır, yenə 2V'dir. Maqnit sahəsi güclənəcək və halqa maqnitə yaxınlaşdığına görə yenə də elektrik hərəkət qüvvəsi yaranacaq. Ona görə cavab 1 ilə 3 olar. 7. Kütləsi 20 kiloqram olan cisim düz xəttli bərabər yavaşlayan hərəkət edərək sürətini 30 metr/saniyədən 20 metr/saniyəyə qədər azaltmışdır. Sürtünmə qüvvəsinin gördüyü işi hesablayın. Sürtünmə qüvvəsinin gördüyü iş enerjinin dəyişməsinə bərabərdir. Yəni, mənfi qiymətsə delta YK bərabərdir mənfi A. Sürtünmə qüvvəsinin işinə bərabərdir. Biz burada kinetik enerjinin dəyişməsinə baxsaq, delta YK və mənfisini götürəcəyik. 20, yəni mv kvadratı bölə 2 düsturu ilə gedirik. M delta V kvadrat olsun. 20 vuraq. 900 minus 400 bölə 2. Bu da eləyir. Deməli, 5000 joule. Bu da 5 kilojoule olar və mənfisini götürürük. A variantı olar. Yəni, sürtünmə qüvvəsinin işi həmişə mənfidir. 8. Elektrik tutumları S1 bölü S2 bölü S3 olan 3 kondensator sxemdə göstərildiyi kimi birləşdirilərək sabit gərginlik mənbəyinə qoşulur. Kondensatorlardakı gərginliklər arasında hansı münasibətlər doğru olar? Kondensatorlar ardıcıl birləşəndə Q1 bərabərdir, Q2 bərabərdir, Qn deyə bilərik. N qədər kondensatorlar. Burada Q3-dür, bir-birinə bərabərdir. Tutumlarla gərginliklər tərs asılıdır. Yəni, S1 U1 bərabərdir, S2 U2 bərabərdir, S3 U3 desək, burada S-lərlə onlar tərs asılıdır. Ona görə U3 böyükdür U2-dən, böyükdür U1-dən deyə bilərik. Cavab C variantı olar. 9. Düzxətli hərəkət edən verilmiş kütləli cismin sürətinin zamana asılı qrafik verilmişdir. Buna əsasən cismin impulsunun zamana asılı qrafikini müəyyən edir. Impuls P bərabərdir mv olduğundan M sabit qiymətə malikdir. Sürət artımında impuls artdığına görə və sürət 0 olanda impuls 0-a bərabər. Ona görə 0-dan keçən düzxət D variantı olar. 10. Bir naqilin maqnit sahəsi tərəfindən 2 naqilinə təsir edən qüvvə hansı istiqamətdə yönəlir? Naqillərdə cəryanlar əks istiqamətdə axanda bir-birini itələyir. Bunun səbəbi birincidə yaranan induksiya. Sağ əl qaydasını tətbiq etdikdə orta hissədə eyni istiqamətdədir. İnduksiyalar eyni istiqamətdə bir-birini itələməlidir.
deməli, naqillər də bir-birini itələmə qüvvəsi yaranır və birinci naqil sahəsi tərəfindən ikinciyə təsir göstərilən, yəni 2 istiqamət. A variantı. Dayağı şaquli istiqamətə yuxarıya doğru hansı təcillə qaldırmaq lazımdır ki, onun üzərindəki cismin çəkisi 3 dəfə artsın? Əlavə yüklənmə düsturuna görə n bərabərdir 1 plus A bölək J düsturundan, 3 bərabərdir 1 plus A bölək 10, A bölək 10 bərabərdir 2-yə, A da bərabərdir 20 metr bölək saniyə kvadrat olar. B variantı olar. Əlavə yüklənmə ilə hesabladıq. 12. Mayenin qaynama temperaturu mayenin kütləsinin asılı qrafiki hansıdır? Qaynama temperaturu mayenin növündən asılıdır. Xarici təsirlərdən asılıdır. Ancaq kütlədən asılı deyil. E variantı olar. Kristalın daxilində fiziki xassələrin istiqamətdən asılı olması necə adlanır? Deməli, anizotropluq. 14. Kütləsi 12 kiloqram olan cismin bloklar sistemi vasitəsilə tarazlıqda saxlanan qüvvələrin qiymətini Newton ilə hesablayın. Deməli, burada 2 ədəd tərpənən blok var. Qüvvədə 4 dəfə qazanc olunur. Onda F bərabərdir mg bölək 4. İndi şəkildə tam bu hissə görsənməsə də diqqət eləsə 4 dənə M 4 dənə ipdən asılıb, yəni F-ə qədər. Ona görə 4 dəfə qazancı iplərin sayı qədər tapa bilərik. Blokların da çəkisi nəzərə alınmır. Cismin kütləsi 12 kiloqram, 120 bölək 4, 30 Newton olar. Cavab B variantı. Radiusu R olan kürənin səthində elektrik sahəsinin intensivliyi 20 volt bölək metrdir. Bu kürələrin mərkəzində R bölək 2 məsafə sahənin intensivliyi nə qədərdir? Kürənin mərkəzində istənilən nöqtədə fərq etmir. Bütün nöqtələrdə Y bərabərdir 0. Daxildə istənilən nöqtə səthində maksimumdur, daxildə 0. Ona görə E variantı olar. Yəni, daxildə istənilən nöqtədə 0 qəbul edirik. Fi-də isə belə deyildi. Fi daxildə konstant, səthdə də maksimum qiymət alırdı. Daxillə səth bərabər olurdu və səthdən uzaqlaşdıqca qiyməti azalırdı. Ancaq intensivlik daxildə 0. 16. Hansı cihazların köməyi ilə naqilin müqaviməti təyin etmək olar? Naqilin müqaviməti R bərabərdir U bölək I. Deməli, ampermetr, voltmetr bizə lazımdır. Və yaxud da birbaşa 10 metrlə də ölçə bilərik. 2, 4, 6 cihazlarından istifadə edərək. Yəni 2, 4 birlikdə, 10 metr isə tək istifadə edərək naqilin müqaviməti təyin etmək olar. 17. Elektrokimyəvi ekvivalent hansı ifadə ilə təyin olunur? Elektrokimyəvi ekvivalent K. K bərabərdir 1 bölək Y NA. M bölək N. Cavab B variantı olar. Dairəvi tezliyi 6 radian bölək saniyə olan riyazi rəqqas bir kənar vəziyyətin 2 vəziyyətinə nə qədər müddətə gələr? Biz buradan periodu tapsaq və bir vəziyyətin 2 vəziyyətinə gəlmək periodun yarısına bərabərdir. Yəni T bərabərdir 2 pi bölək omega düsturundan P-nin qiymətini verib 6 bölək 6 1 saniyə və bir nöqtəsindən 2 nöqtəsinə gəlmək periodun yarısıdır. T bərabərdir 2-də 1 perioddur. Yəni 0,5 saniyəyə gələr. 19. T bərabərdir 0 anda rəqs konturunda kondensatorun enerjisi minimum olur. Zamanın hansı anda kondensatorun enerjisi yenidən minimum olar? Zamanın başlanğıc anında T bərabərdir 0 anında W elektrik sahəsi 0-dır. W maqnit maksimum qiyməti alıb. T bərabərdir 4-də 1 periodda W maqnit bərabərdir 0, W elektrik maksimum qiyməti alır. 2-də 1 periodda yenidən W deməli elektrik 0 qiyməti alır. W maqnit maksimum qiyməti alır. 4-də 3 periodda deməli yenidən maqnit sahəsi 0 qiymət alır. W elektrik maksimum qiymət alır. T bərabərdir tam periodda W elektrik bərabərdir 0, W maqnit maksimum. Deməli,
tam periyod və 2/1 periyod. Bizdə də 2/1 olmadığına görə tam periyod. Yəni 2/1 və tam periyodlarda olacaq. Artırılır bu formada. Sxemdəki sarı ağacın induktivliyi 20 Henry olur. Kondensatorun elektrik tutumu isə 5 mikrofaraddır. Ampermetrlərin göstərişinin I1-in I2 olan nisbətini hesablayın. Bunlar bir-birinə paralel birləşmişdir. Buradan keçən cərəyan yuxarıda I1, aşağıda kondensatordan keçən I2 dəyişən cərəyan dövrəsidir. Deməli, dəyişən cərəyan dövrəsində müqavimətləri hesablayaq. A1-in birləşmiş müqavimət, A1 ampermetrinə birləşmiş müqavimət induktiv müqavimətdir. XL bərabərdir omega L. O da bərabərdir. Deməli, 5 daha doğrusu omega L. Omegamız 50'dir. 50 vuraq 20 Henry. 10^3. X bərabərdir 1 bölək omega S. O da bərabərdir 1 bölək. Omegamız 50 vuraq. S'miz 5 vur 10^-6. Onu da yaza bilərik. Deməli, 10^6 bölək 250. Bu da o deməkdir ki, 4 vur 10^3 şəklində yazmaq olar. Onda I1 böl I2 bərabərdir XL bölək XS. Daha doğrusu tərs nisbətləri, çünki müqavimətlərlə cərəyan şiddətləri XS bölək XL. 4 vur 10^3 bölək 10^3. Cavab 4 dəfə fərqlənir. B variantı. Yəni I1-in I2-yə, R2-nin R1-ə kimi baxmalıyıq. Bu qaydada. Burada isə müqavimətlər artıq reaktiv müqavimətlərdir. Dəyişən cərəyan dövrəsindəki müqavimətlər. 21. 1, 2 və 3 mühitlər üçün işıq şüalarının sındırma əmsalları və yayılma sürətləri arasında hansı münasibət doğrudur? 40 dərəcə bucaq altına düşür, 70 dərəcə bucaq altına qayıdır. Optik sıxlığı böyük olandan kiçik olana keçir. M1, N2 desək, M1 böyükdür, N2 deyə bilərik. Bunu yadda saxlayırıq. Təzədən bir də 30 dərəcə bucağa qayıdır. Yəni N3 artıq böyükdür M1-dən, N2-dən. Və burada 40 dərəcə, burada 30 dərəcə olduğuna görə N3 hər ikisindən böyükdür. Onu da belə yaza bilərik. N3 böyükdür N1, böyükdür N2 deyə bilərik. Sürətlər isə mühitin sındırma əmsallarının tərsi asılıdır. V2 böyükdür V1, böyükdür V3. Cavab D variantı olur. 22. Şüalanma unudulma dozası düsturumuz D bərabərdir Y bölək M-dir, Joule bölək kiloqram. A variantı. 23. Fotocərəyan şiddətinin gərginlikdən asılı qrafiki verilmişdir. Fotoeffekt üçün volt-amper xarakteristikasının qrafikidir. Saxlayıcı gərginliyin azalması üçün deməli bizdə fotoeffektin ikinci qanuna baxacağıq. İkinci qanunda düşən işığın intensivliyindən asılı olmayaraq tezliyi ilə düz mütənasibdir. Saxlayıcı gərginlik və kinetik enerji. Deməli, düşən işığın tezliyini azaltmaq və H-nü bərabərdir A çıxış plus YU desək, burada H-nü sabit saxlamaqla A çıxışı artırsa azalmalıdır saxlayıcı gərginliyin qiyməti. Ona görə 3 də doğru olur. 2 və 3. 24. Şüşə prizmadan keçən ağ işığın ekranda alınan MN spektri göstərilmişdir. Spektrin hansı hissəsi mavi rəngə aid ola bilər? Yuxarıdan aşağıya 7 rəngi yazsaq, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. 4-cü xanəyə düşür mavi. Yəni mavi 4-də düşür. 25. Verilmiş kütləli cisim üfüqi səth üzrə
sabit F dartı və F sürtünmə qüvvələrinin təsiri ilə düz xəttli hərəkət edir. Əgər birinci şərtlərimizə baxaq, birinci halda F dartı böyükdür, F sürtünmə olarsa, dartı sürtünmədən böyükdürsə və hərəkət istiqamətində oluna görə yeyinləşən hərəkət edər x oxu istiqamətində. Yəni Sx bərabərdir V0T plus AT kvadrat bölə 2. 1B bizə x oxu vermədiyinə görə D-ni də götürürük. Çünki əsas odur ki, yeyinləşən olsun. Çünki burada x oxu və ya x oxunun əksi sözü yoxdur. Ona görə D variantı da gedər. Sürtünmə böyük dartdan hərəkət yavaşlayandır. Yəni, sürtünmə hərəkət sürətinin əksinə olduğuna görə həmişə hərəkəti yavaşıdır. Ona görə A və C olar. Sürətlə təcil əks istiqamətdir. A və C. Bir-birinə bərabər olduqda isə cisim düz xəttli bərabər sürətdə hərəkət edir. S bərabərdir V0T. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Qravitasiya qarşılığı təsiri qravitasiya sahəsi vasitəsilə ötürülür. Qravitasiya qarşılığı təsiri ədədi qiymətcə cazibə qüvvəsi ilə xarakterizə olunur. Cisimlər arasındakı cazibə qüvvəsinin modulu bu cisimlərin kütlələri hasilə düz aralarındakı məsafənin kvadratı tərs mütənasibdir. İki cisim arasında cazibə qüvvəsi qiymətcə bərabər olub, istiqamətcə bir-birinin əksidir və qaldı yekunda 4. Göy cisimlərin hərəkəti ümumdünya cazibə qanunu əsasına. 6, 1, 2, 3, 5, 4. 7. 27. Hündürlüyü 60 metr olan binanın üstündə atmosfer təzyiqi nə qədərdir? Yekun təzyiq P civə sütunu ilə hesablasaq, P0 minus H bölək 12. Və bizdən P0-ın qiyməti 750 verilir. 750 minus 60 bölək 12, 750 minus 5. 745 mm civə sütunu olar. Situasiya suallarına baxaq. Havada çəkisi 70 Newton olan cisim maye daxilində çəkisi şəkildə kimi olduqda çəkisi 60 Newton olur. Bir bölgüsü, yəni 1/3 batdıqda 60 Newton olursa, buna təsir edən Arximet qüvvəsi, deməli, aşağı ağırlıq qüvvəsi 70, yuxarı 60 plus 10 Newton da Arximet, yəni T gərilmə və Arximet qüvvəsi yuxarı yönəlir, 10 Newton olar. Çünki P bərabərdir P0 minus F Arximet. F Arximet də bərabərdir P minus P0 minus P. Yəni 70 minus 60. 29. Cismin bütün həcmi mayeyə batdığı zaman ona təsir Arximet qüvvəsi necə dəyişir? 1/3 batanda deməli 10 Newton Arximet təsir göstərsə, tam batırıqda 3 hissəsi batırıqda F Arximet bərabərdir rho maye V batan J, maye sabit, J sabit. Batan hissədə 3/1 olanda 10-dursa, tam olanda 30 Newton olar. Cisim bütün həcm mayeyə batarsa onun çəkisi bu səfər P bərabərdir P0 minus F Arximet. P0 70-dir. F Arximet dediyi 30-dur tam batanda 40 Newton olar. 40 Newton. Belə.